Taxıl üçün şumlama və əkinə görə ayrı-ayrılıqda verilən subsidiyaların 40 manatdan 50 manata yüksəldilməsi nəticəsində bu il lerişdə də taxıl sahələri artıb. Belə ki, əgər ötən il 1045 hektar sahədə taxıl əkilmişdisə, bu il bu rəqəm 1196 hektara çatdırılıb. Bunun da 1173 hektarı buğda sahələridir. Əkilən sahə ilə yanaşı bu il məhsuldarlığı da çoxdur. Hal-hazırda rayonumuzda taxıl biçini kampaniyası başlayıb. Artıq demək olar ki 50% yerinə yetirilmişdir. 600 hektardan saha biçilmiş. Məhsuldarlıq orta hesabla 20 sentnerdir. 10 kombayn bizdə deməli biçinə cəlb olunmuşdur. Sözsüz ki, məhsulun bol olması və itkisiz yığım ən çox fermerləri sevindirib. Hava şəraitinin əlverişli keçməsi və texnikaların işi vaxtında, keyfiyyətlə həyata keçirməsi nəticəsində bəzi sahələrdən ötən ilkinə nisbətən 2 dəfəyə qədər çox məhsul əldə edilib. Bir sözlə fermerlər bu ili taxıl ilə adlandırır. Bu il məhsuldarlıq çox gözəldir, şükür Allah, bolluqdur. Kombayn texnika tərəfindən əziyyət çəkmirik. Payızda yaxşı yağışlar, qışda bol qar. İndi də yığım üçün ən gözəl hava şəraiti var. Vaxtı-vaxtında kombaynlar gəlib çıxıb əraziyə, biçindən qabaq gəlib çıxıb. Bol məhsulumuz var. Yəni orta hesabla var, 25 sentiner. Qeyd edək ki, ötən illər üçün taxıl sahələrindən 1960 ton məhsul əldə edilmişdi. Bu il isə bu rəqəmin 2300 tondan artıq olacağı gözlənilir. Məhəmməd Rzayev, Elviz Nəsirli, Leriç.